Türkiyənin Milli Müdafiə Nazirliyi İrandan buraxılan və ölkənin hava məkanına doğru irəlilədiyi müəyyən edilən ballistik raketin zərərsizləşdirildiyini açıqlayıb. Raket Şərqi Aralıq dənizi regionunda yerləşdirilmiş NATO'nun hava və raketdən müdafiə sistemləri tərəfindən məhv edilib. Raketin bəzi hissələri Qaziantepdəki boş sahələrə düşüb. Hadisə nəticəsində ölən və yaralanan olmayıb. Türkiyə ərazisinə qarşı həyata keçirilmiş və Qaziantep üzərində zərərsizləşdirilmiş raket hücumunu qətiyyətlə pisləyirik. Bu barədə Azərbaycan Müdafiə Nazirliyinin yaydığı bəyanatda deyilir. Bu cür əməllər regional sülh və sabitlik üçün ciddi təhdid yaradır və qəbul edilməzdir. Biz qardaş Türkiyə ilə tam həmrəyliyimizi ifadə edirik. Türkiyə hökumətinin əhalisinin və ərazisinin təhlükəsizliyinin təmin edilməsi istiqamətində səylərinə dəstək veririk. Azərbaycan Türkiyənin yanında qətiyyətlə dayanır deyə Müdafiə Nazirliyindən bildirilib.